Değerli izleyicilerim, Allah'ın salamı olsun sizlere. Sizi bu günləri Qəbələnin ən gözəl yeri deyərəm ki, ən gözəl yeri olan Qəmərvandan salamlayıram. Qəmərvan kəndindən. Belə bir şəxsi tikili olan Afrin mini villa ilə qarşınızdayım qardaşım. Qoy qapını bir dənə bağlayayım. Kərbalay. Qapını bir dənə bağlayayım. Məlumatları verəcəm. Bir dənə mənzərəyə bax. Qardaşım. Mənzərəyə bax. Bu gözəllik hər kəsə qismət olsun. Deməli, bunun tarixi barədə sizə azacıq məlumat vereyim. Ondan sonra sizə inşallah ətraf şəkildə göstərim. 3-4 ailənin qala biləcəyi belə bir mini villa, qardaşım. Belə deyim sizlərə. Dəyərli izləyicim, şəxsi özünə tikdirib bunu. Generatoruna kimi, parnoyuna kimi hər bir şeyi mövcuddur. İsti hovuz, soyuq hovuz. Kərbalay, gəl bir dənə qardaşım, bax. Burada yay mətbəxi. Bax. Belə bir yay mətbəxi. Canım sizə desin. Belə bir, bax. Camla yığılmış qardaşım. Bax. Belə bir hissədə. Bax. Gör nə gözəl. Dəyərli izləyicim deyir ki, qardaşım, bura harca 350-370 min manata yaxın pul qoymuşam. Bəlkə də çox ha, deyir, xırda pulu ki, deyə saymıram. Gəl buna bax, qardaşım. Kurubom ev, buralı, hamısı istipoldur. Bax, buranı gördüm, qardaşım, belə Qazaxana stili gedir. Bax, burada bir dənə hamam sanzeri var. Qaqa. Bax, parnoyuna bax, qardaşım. Yəni, hamısı təzədir də. Hamısı demək olar ki, qardaşım, təzədir. Buradan da çıxış var, buradan da çıxış var. Tam mülkiyyətdir. Paket kupça 8 sotda. Gedə indi sizə evdə göstərəcəm. Evdə çox gözəldir də, hədsiz çox gözəl. Bunu istəyən adam istəyər kiraya da verər. Yəni hal-hazırda bu günə qədər kiraya verilməyib. Amma kim istəsə, məsəl üçün, kirayə üçün də zəng elinə bilər, yəni satış üçün də zəng eləyə bilər. Gəl evi göstərim, qardaşım, bir dənə sizə. Dəyərli izləyicilərim. Daxil olduq evə. Evdə bu dəqiqə istidir, əyğim. Kurubom ev istip oldu. Çox gözəldir də, həqiqətən çox gözəl. Bax, elə deyəm buradan, bu mənzərə nəyə üçün deyər də, Kərbalay, buna bax. Çox gözəl bir yerdədir də, çox gözəl. 8 sotda paket kupça. Yəni, bunu istəyən adam istəsə, bunu mənə müraciət edib, məsəl üçün, şəxsi ailə üçün, məsəl üçün, kirayə də verə bilərik. Kim də istəyər alıb biznes üçün, ya özü üçün, ala da bilər. Bax, bura belə bir, görsən, zal studio tipli, belə bir geniş mətbəximiz. Hər bir şeydə orijinal şeylərdən istifadə olunub, bax, qardaşım. Ucuzlu bir şeydən, yəni bu evdən istifadə olunmuyor. Can qoyub da bura, mənim qardaşım. Can qoyub bura. Bax, belə bir otağımız, qardaşım. Bax, buradan da, bax, mənzərə. Bax, nə gözəldir. Gəl bura, Kərbalay. Birinci otağımız, düzdür, ikinci deyək. 5 otaqdır da, hə? Bax, belə bir ikinci otağımız. Və bu yatağın da içində belə bir, bax, hamam, sanuzelimiz mövcuddur. Gəl, qardaşım. Gəl. Bu da üçüncü otağımız. Üçüncü otağımız və bu da dördüncü otağımız. Və hər bir şey də içində qalır, ha. Yəni, çöpünə qədər, yəni heç nə götürülmür içindən. Bu da belə bir düşkabınla təchiz olunmuş növbəti bir hamam sanuzelimiz. Allah yenə deyirəm, arzusunda olan hər bir kəsə bu cür gözəl ev qismət eləsin, qardaşım. Yəni, bugünkü də bunu alıb kiraya versəz, qardaşım, gündə elə bir ki, hər gün 350-400 manat. Yəni, bu civarda kiraya vermək mümkündür. Yəni, bayaq nəzərinizə çatdırdım. Sahibi deyir ki, 370 min manata yaxın pul qoymuşam. Amma bugünkü gündə real 350 min manat verən olsa, paket kupça, yəni buna sahib ola bilər.
Yox, kirayə də istəyənlər olsa problem yox, o da mənə müraciət edə bilər. Allah alan da satan da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindəyik. Allahın amanında olun.